Salam dəyərli şagirdlər və müəllimlər. Mən riyaziyyat müəllimi Arzu Ələdin qızı. OTK ilə paralel gedərək, deməli, natural ədədlər, faiz, çoxluq, həqiqi ədədlər, həndəsənin anlayışları və üçbucaq mövzusundan ümumi sınağımızı təqdim edirəm. Videomuzu bəyənməyi və paylaşmağı unutmayın. Qeyd edim ki, buraxılış sınaq qrupumuza qoşulmaq istəyən şagirdlər və yaxud müəllimlər 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ayda 20 plus sınaq gəlir, plus da onların izahı. Sadəcə aylıq ödəniş 10 AZN ödəməklə qoşula bilərsiniz. Gəlin indi baxalım, deməli, birinci izahımıza. Əkobu tapmaq. Əslində bunun düsturu var, dəyərdə də var, amma düstur çox da əzbərləməyə mən üstünlük vermirəm. Gəlin, burada bir məntiq işlədək. Ortaq məxrəcə gətirək. 18, 72, 360-ı ortaq məxrəcə gətirsək, məsələn, 360-a gətirək. 20-yə vuraq, 360, 20-yə vurduq, 60, 72-ni 5-ə vurduq, 360, burada oldu 25, 360 da 12. Görün nə qəşəngdir. Ortaq məxrəcə gətirdik, istəyir əbob olsun, istəyir əkob, bu cür eləyə bilərsiniz. Ortaq məxrəcə gətirin, məxrəcə toxunmayın, əkob və yaxud da ki, bunu bilirsiniz necə deyirlər, 360-da biri ortaq vuruq kimi çıxardırıq. Yəni, sürəti başlayın əkobunu tapmağa. 25, 12 və 60-ın əkobunu tapın, bölün 360-a. Çünki 360-ı biz bayaq tapmışdıq. İndi 25, 12 və 60-ın əkobu nəyə bərabərdir? 25, 5-in kvadratı, 12, 2-nin kvadratı vur 3-dür. 60 da 2-nin kvadratı, deməli, 4, vur 3, vur 5. Bu da belədir. Aha, ortaq məxrəcə gətirsək, ən çoxları götürürük, 5-in kvadratını götürürük, 2-nin kvadratını götürürük və 3-ü götürürük. Deməli, bizim əkobumuz oldu 25, vur 4, vur 3, yəni 300. Görək 300 doğrudurmu? Bəli, doğrudur. Yazırıq 300, ixtisar aparsaq, 60-a ixtisar aparsaq 5, 60-a ixtisar aparsaq 6. Cavab edəcək 6-da 5. Yəni A variantı. Keçək növbəti sualımıza. Əkob əbobdan başqa nə düşə bilər? Məsələn, bir ədəd verər, deyər ki, 12 ilə 26-nın ortaq natural bölənlərinin sayını tap. Bu tiplərdə bunların əbobunu tapırsınız və başlayırsınız. Məsələn, 12 ilə 26-nın əbobu indi burada 2-dir. 2-nin natural bölənlərinin sayını tapırsınız. 1 plus 1 eləyir 2. Yəni, əbob əkobdan bu cür sualda düşə bilər. Bir də ən çox nəyə üstünlük verirlər? Əbob əkobda əbob bərabərdir. Kök altında AB bölək C. Bax, bunun istifadəsinə gələn suallar var. Sonra əkob AB, bura bir yazım. Bərabərdir. Kök altında ABC. Və bunlardan istifadə olunur. Sonra baxaq ikinci sualımıza. Deyir, 3-ə bölünən, lakin 5-ə bölünməyən 2 rəqəmli ədədlərin sayını tapın. Gəlin birinci 3-ə bölünənləri tapaq. Sonra həm 3-ə, həm 5-ə bölünənləri də oradan çıxaq. Çünki bizə deyir ki, 5-ə bölünməz. Yəni, biz elə bir ədəd seçmişik. Məsəl üçün, tutalım ki, mən, məsələn deyirəm də, seçmişəm 15. 15 3-ə bölünür, amma mənə deyir 5-ə bölünməsin. Deməli, onda mən düşünməliyəm, elə bir ədəd düşünməliyəm ki, 3-ə bölünsün, amma 15-ə bölünməsin. Çünki 15-in içində 5 vuruğu var axı. Ona tapmaca yolu ilə yox. 3-ə bölünən 2 rəqəmli ədədləri tapaq. Bizim belə bir düsturumuz var, say düsturu. Sonuncu ədəd, doğru dildə deyək, çıxaq birinci, bölək addım. Əlbəttə ki, 3-ə bölünmənin addımı 3-3-dür. Üstə gələk 1. Bizim sonuncu 3-ə bölünən ədədimiz 99-dur. İlk 12-dir. Bölürəm 3-ə, üstə gəlirəm 1. 87-ni 3-ə bölündə 29, üstə də 1 gəlsəm 30 lira. Yaxşı, gəlin 15-ə bölünənləri tapaq. 15-ə bölünənlər, söhbət 2 rəqəmlidən gedir.
Deməli, belə eləyəcəm. Sonuncu 90, 90'dır. İlk 15'dir. Böl 15, çünki addımımız 15-15'dir. Və üstə gəl 1. 90'dan 15 çıxırıq 75. 75'i 15'ə bölürük 5. 5 üstə 1 gəlirik 6. Deməli 15'ə bölünən də 6 dənə ədəd var. İndi mənə lazımdır ki 3'ə bölünsün, amma 5'ə bölünməsin. Ona görə də 30'dan 6'sını çıxacaqsınız, cavab verəcək 24. Burada nə edəcəyik? Bəzən şagirdlər elə bilirlər ki, məsələn bu 3-cü tipdə fil qulağı istifadə edəcək. Yox, burada fil qulağı qaydası deyil. Burada belə bir şey var. Gəlin açaq tökək, görəcəksiniz nə var bə. Deməli, məsələn 6 yazıram 2 vur 3, 1. Baxın, 15'i yazıram 3 vur 5, 2. Nəsə demir sizə. 2-dən, baxın 3-dən 2 çıxanda 1 eləyir, 5-dən 3 çıxanda 2 eləyir. Məxrəzdəkilərin fərqi sürəti verir. 40 yazıram 5 vur 8 kimi, yuxarıda 3 yazıram. Üstə gələk 104'ü yazıram. Deməli 8 vur yox, 8 vur 10 kimi yox. Neçə yazsaq daha yaxşı olar. 8 vur 13. Bilirsiniz niyə? Çünki yuxarıda 5 var axı. Həqiqətən də 8'i 13'ə vuranda 104 edir. Aha, qəşəng və gözəl. Deməli, uşaqlar, bu tiplərdə baxın 2'də 1 çıx 3'də 1. Həqiqətən də baxın 2'də 1-dən 3'də 1 çıxsaz, zaten 6'da 1 eləyəcək. Sonra 3'də 1 çıx 5'də 1. Zaten 15'də 2 verəcək. İstəyirsiniz gəlin hesablayaq. Baxın 3'də 1 çıx 5'də 1. Amma sizin imtahanda elə vaxtınız yoxdur ki 3 saat bunlar eləyəsiniz. Amma bilin ki bu tiplər çıxanda onsuz dayanır. Baxın 5, bu da 3. 5'dən 3 çıxdınız 2. Gördünüz mü 15'də 2'ni aldım. Yəni bunun yolu budur. Sonra 5'də 1 çıx 8'də 1. Üstə gəl 8'də 1 çıx 13'də 1. Görün nə gözəl oldu. İndi baxaq. 3'də 1'lər getdi. 5'də 1'lər getdi. 8'də 1'lər getdi. Deməli mən 2'də 1'dən çıxacam 13'də 1'i. Ortaq məxrəcə gətirsəm, bura yazıram 26, bura 13, burada 2. 26'da 11. 50% demək nə deməkdir? Yarısı deməkdir. 26'da 11 bölürsən 2'yə, yəni 2'də 1'ə vururuq. O deyir 52'də 11. 52'də 11. Məsələn, keçən də bir maraqlı sual rastıma çıxmışdı. Deyir ki, 2 üstü 84'ün yarısını tap. Yarısını tap nədir? Götürüb 2'yə bölürük, işləyirik də. Yarısı budur. Bəzən uşaqlar çaşırlar, yazırlar 2 üstü 42, amma bu doğru deyil. Yarısı deyəndə biz həmişə 2'yə bölmüşük. O deyir 2 üstü 80. Yəni bu tiplərdə diqqətli olun. Sonra baxaq 4-cü sualımıza. Deyir 500 qram 60% spirt məhlulun 10% götürülərək yerində həmin miqdarda su əlavə edilir. Alınan məhuldakı spirtin faiz miqdarını tapın. Məsələn, gəlin bir şey deyim. Məsələn, şirin çay içirik. Şirin çay içəndə bəyən biz o içəndə, yəni onun şəkərini ayrı, suyunu ayrı içmirik ki, artıq biz məhlul içirik. Yəni bizim qarnımıza belə deyil. Orada şəkər də gedir, su da gedir. İndi əgər mən buradan 10% məhlul götürəcəmsə, deməli 10% sudan da gedəcək, spirtdən də gedəcək. Yəni hər ikisindən gedəcək. Çünki mən məhluldan götürürəm axı. Birinci növbədə gəlin 500'ün 60%'ni tapaq. 500'ü vuraq 60'a, bölək 100'ə. Eləyəcək 300. Deməli 300 spirtimiz imiş. Məhlumuz da 500 idi axı. 500'dən 300'ünü çıxırsınız. Bizim 200 nəyimiz var? Suyumuz. İndi baxın 200'də suyumuz var. Əgər mən bunun 10%'ini götürürəmsə, onsuz da həmin miqdarda su əlavə edəcəmsə, məhlul miqdarı dəyişmir. Təsəvvür edin ki, şirinçayın başından içdim, təzədən yerinə su tökdüm. Məhlulun miqdarı dəyişmir ki, sadəcə onun şirinliyi azalacaq. Spirt də onun kimidir. İndi mənim 300 spirtim var idi. Əgər bunun 10%'ini götürürəmsə, 10%'ini 300'ün 10%'dən də ona bölürük, 30'unu götürürəm.
Deməli, sudan da əgər suyun soruşsaydım, məsələn 200-ün də tutalım ki, 10%-ni tapanda 20 litr də buradan götürürəm. Və belə bir şey var. Deməli, mənim götürdüyüm spirt 30 imiş. Amma yerinə su tökürəm. Mənim spirtim əvvəl nə qədər idi? 300. 300-dən 30-un çıxanda nə qalır? 270. Yazıram bura 270. Deməli, bunlar da oldu nə? 50-də 27. Faiz deyir elə. Faiz nəyi sevir? 100-ə vurmağı. Buradan da 100-ə vuracağım. İxtisar getdi. 54 faiz. Deməli, 54 faiz. Hanı? D variantı. Baxaq 5-ci suala. Maya dəyərindən 30% zərərlə satılan bir yaylığın, gəlin maya dəyərindən 30% zərərlə sataq. Maya dəyərindən 30% zərərlə satılan bir yaylığın. Məsələn, yaylığın qiyməti X-dırsa, 30% zərərlə olacaq. Belə deyək də uşaqlar. Məsələn, bir şey deyir 30% ziyan, deməli 70%-ni tapın. Məsələn, desəydi ki, 30% gəlir, mən 130%-ni tapardım. Nə edirəm mən bir 30-unu tapım, sonra bunlar bir-birindən çıxım və s. Hazır 30% zərər deyirsə, bir şeyin 70%-ni tapacağam. O da eləyəcək 0,7x. Qiyməti deyir 6 manat artarsa, 20% xeyirlə. Yəni əvvəl x idi. 20% xeyir nə demək? Yəni 120% deməkdir. Bərabərdir 1,2x-a. X yadınızda saxlayın, yaylığın əvvəlki maya dəyəri idi. Həll eləyək. 6 bərabərdir 1,2x-dan çıxacaqsınız 0,7x. Buradan da alırıq 0,5x bərabərdir 6-ya. X də bərabərdir 12-yə. Deməli, yaylığın 12 manat qiyməti var imiş. Baxaq 6-cı sualda. Deyir ki, verilən ədədlərin ədəd ortasını tapın. Əslində, burada müxtəsər olma düsturu var. Deyim haradadır? Uşaqlar, müxtəsər olmada siz görürsünüz ki, cüt dərəcədəndir. Deməli, A üstəgəl B-nin kvadratını yaratmalısınız. Yazıram, A kvadratı üstəgəl B kvadratı. Bunların cəmi heç vaxt kökaltı ifadə verməz. Deməli, 8-i verər. 2AB də bizə verər 2 kökdə 15-i. Hər tərəfi 2-yə bölsəm, uşaqlar, A vur B kök altda 15 edir. Mən də düşünürəm ki, bunlardan biri kök altda 5 imiş, biri də kök altda 3 imiş. Böyüyü həmişə solda götürün, yoxsa çaşarsınız. Kök altda 5 və kök altda 3 imiş. Həqiqətən də kök altda 5 üstəgəl kök altda 3-ün kvadratı bizə verəcək 8 üstəgəlsin 2 kökdə 15. Aha, bunu yazıram bunun içinə. Biləsiniz ki, bu nədir? Deməli, kök altda 5 üstəgəl kök altda 3-ün kvadratı düsturuymuş ki, oradan da rahatlıqla kök altda 5 üstəgəl kök altda 3 çıxar. Bu biri isə, kök altda 5 minus kök altda 3-ün kvadratı düsturudur. Bu da müsbətdir də. Baxın, kök altda 5 kök altda 3-ün işarəsi müsbətdir. Bu da olacaq kök altda 5 minus kök altda 3-ə. Ədədi orta, yəni bizim birinci ədədimiz budur. İkincimiz də budur. Ədədi orta nədir? Toplayırsan, 2-yə bölürsən. Baxın, gözəl insanlar, kök altda 3-lər getdi. 2 dənə kökdə 5 bölünsün 2. O da eləyir sadəcə kökdə 5. Haradadır? A variantı. 7-ci sualımıza baxaq. Deyir ki, ədədi tam ədəd olarsa, n-in tam qiymətlərinin cəmi. Yəni, sizə burada bir dənə qəşəng bir taktika öyrədəcəm. Tam qiymətlərinin cəmi. Yəni, 30-u n-1-ə böldükdə tam ədəd alırsınız. Tam ədəd nədir? Yəni, mənfi, müsbət, yəni 0, natural ədədlər, onların əksi. Biz indi burada 30-un bölən, bəzən necə yazırlar uşaqlar? Yazırlar ki, müəllimə 30-un bölənləri 1-dir, n-1-i 1-ə bərabər edir. Sonra gedir daha doğrusu 5-i 1-ə bərabər edir. Sonra n-5-i mənfi 1-ə bərabər edir. Düz deyirsiniz. Demirəm ki, səhv deyirsiniz, qəşəng deyirsiniz, ağla deyirsiniz. Sonra nə bilim n-5-i bir dəfə 2-yə bərabər edir, bir dəfə mənfi 2-yə bərabər edir, başlayır işləməyə. Amma bu sizin vaxtınızı alacaq. İmtahanda biz nə edirik? Zamanla yarışırıq. İdman yarışlarına gedirik sanki imtahanda. Deməli, biz burada nə edəcək? 30-un yadınızda saxlayın. Tam bölənlərin sayını tapaq.
30-u yazıram. 2 vur 3, vur 5 kimi. Natural bölənlərin sayı düsturu uşaqlar A plus 1, B plus 1, C plus 1'dir. Tam bölənlər dediyinə görə də tam bax mənfisi də var bunun. 2-yə də vurursunuz. İndi gəlin natural bölənlərin sayı. Baxın 1 də elə dərəcə üstə 1 gəldim 2. 1 də elə üstə 1 gəldim 2. 1 də elə üstə 1 gəldim 2. 8 dənə natural böləni var. Amma tam bölən dediyinə görə 8 də vururuq 2-yə, o da eləyir 16. Deməli, bu tip sual görürsəz, tam bölənlərinin sayını vuracaqsınız məxrəci sıfıra çevirən qiymətə. Yəni 16 vur 5-ə. O da eləyir 80. C variantı. Getdik digər sualımıza. 8-ci sual qaşaq sualdır. Qaşaq. Müxtəsər vurmadan istifadə etmək istəyərdik, amma müxtəsər vurma deyil. Burada bilsiniz nə edəcəyik? Gözləyin görün, bəlkə parçalayıb işləsək daha yaxşı olacaq. Gəlin bunu parça-parça edək. Parçalayışın. Baxın, 325'i yazaram. 7320 plus 5 kimi parçalayacağım. Vurulsun 7340. Yaxşı, bunu yazdıq, buna bir quş. Çıxılsın 7320 vurulsun 7300. Mən niyə tərsine yazıram? 7340. Üstə gəl 5 şəklində yazacağım. Vuraq açaq. Vurub açaq 7320 vurulsun 7340. Üstə gəlsin 7340 vur 5. Çıxaq. Bax, indi sağ tərəfi vurub açıram. 7320 vuraq 7340. Üstə gələk. 7320 vuraq 5. Baxın, bu müsbətdir, bu mənfidir. Bunlar cəhətdir. Yerdə nə qalır? 7340. Amma kökün altdadır ya bunlar. Vur 5. Çıxılsın 7320. Vur 5. Buradan da 5'i ortaq vuruq kimi çıxartsaz. Yerdə nə qalacaq? 7340 çıx 7320. Və salam şüt tamam. Bunların hamısı onsuz da kökün altındaydı. Salam kökün altında problem deyil. Aldıq nə? 5 vuraq 20. Oradan da nə çıxacaq? 10. Və salam. Amma bəzən olur ki, müxtəsər yaradırıq orada. Amma burada mən müxtəsər yaratmadım. Deməli, vətəndaşlar, gəlin buna baxaq. Deyir ki, D1 paraleldir D2-yə, AYJ 100 dərəcə olarsa, JFC 50 dərəcə olarsa, FCB bərabərdir bucaq BCD-yə olsun. Bir dəqiqə FCB haradır? FCB bərabərdir BCD-yə. Aha, əla. Bucaq ABC alfa olarsa, alfanı tap deyir. Mən bilsiz nə edəcəm o şəkildə. Mənə lazımdır alfanı tapım. Görün nə edəcəm. Deməli, bax, paralellik varsa, onu uzadaq. Bunlar bir-birinə bərabərdir. X. Baxın, bunu da uzatdım. Daxili bir tərəfli bucaqların cəmi 180 deyilmi? Bu 100-dürsə, bura olacaq 80. Burada bir dənə çıxılı 3 bucaq yaranır. Baxın, burada. Gördünüz? 50, 80. Bu 2x yazılan yer 3 bucağın xarici bucağıdır. Yəni, bu gediş elədim, değil mi? 3 bucağın xarici bucağı, yəni 2x, ona qonşu olmayan ki, daxili bucağın cəmidir. Yəni, 80-dan 50-nin cəmi 2x-i verdi. 2x bərabərdir 130 yazıram, x də olacaq 65 dərəcə. Əlaçıyıq. X-imiz oldu 65. Yazıram bura 65. Baxın, burada da bir dənə daxili bir tərəfli bucaqlar var. Daxili bir tərəfli bucaqların cəmi nə qədər idi? 180 dərəcə idi. Bura alfa yazaq. Alfa bərabərdir 180 çıx 65. Alfa da bərabərdir 115 dərəcə. Keçirik, harada var 115 dərəcə? Havalat. Sonra, baxaq buna. Deyir ki, AB bərabərdir AC-yə. AB AC-yə. O da BD-yə bərabərdir. Mənə deyir ki, AB 30 dərəcə olarsa, qoy bura yazıq bir dənə 30 dərəcə. Alfa bucağı neçə dərəcədir? Bucağım alfa bucağı haraydı burada? Yəqin ki, buralıqdadır. Burada olar. Çox güman ki, burada olar. Yaxşı.
Buradadır. Deməli, AB bərabərdir AC-yə, o da bərabərdir BD-yə. Mən indi burada nə edəcəm? Baxın, bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqlar bir-birinə bərabər. Bura alfadırsa, bu da alfadır. Sonra qoy görün mənim əlimin altda nə var? Alfadırsa, sadəcə uzun yolla getmək istəmirəm. Alfadırsa, deməli uşaqlar 180-dən alfanı çıxaram, bölərəm 2-yə, amma bu dəfə uzandı. Bu görün başqa nə yol görürəm burada. Bizdə saniyə. Görün nə qəşəng yol gördüm uşaqlar. Deməli, bax yol bilirsiniz hardadır? Üçbucağın xarici bucağı, ona qonşu olmayan iki daxili bucağın cəmi deyilmi? Baxın, bu yaşıla belə aldım. 30 üstəgəl alfa bura yaza bilərəm polunu. Niyə? Xarici bucaq, ona qonşu olmayan iki daxili bucağın nədir? Cəmidir. Aha, bu da oldu əla. Və bu tərəfdən də diqqətlə baxın əzizlərim. Baxın. Bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq. Oturacağına iki bucaqlar bir-birinə bərabərdir. Onda deməli mən bura 30 plus alfanı yaza bilərəm. Və bunların üçün cəmləyək. 30 plus alfa üstəgələk 30 plus alfa üstəgəl alfa bərabərdir 180 dərəcəyə. Mən buradan alfanı tapacağam, narahat olmayın. Buradan da alıram 3 alfa üstəgəl 60 bərabərdir 180-a. 3 alfa bərabərdir 180-dən 60 çıxırsınız 120-yə. Alfa da bərabərdir 120-ni 3-ə bölsəz. Alfa bərabər olacaq 40 dərəcəyə. Yəni C variantı. Sonra deməli baxaq 11-ci suala. Amma mən burada deməli 10-cu sualda nə edəcəydim sizə fikrimi bölüşüm. Əslində uzun yol idi. Mən götürüb istəyirdim ki 180-dən alfanı çıxım, bölüm 2-yə bura yazım, başlayım işləyim. Amma görürsünüzmü uzun yol idi. Birazca baxış bucağımızı dəyişsəydik, xarici bucağından rahat gördük. Sonra 11-ə baxaq. 11. Deyir ABCD kvadratı. YDC bərabər tərəfli üçbucaq. Bərabər tərəflidirsə, deməli bütün tərəflər bərabərdir. Bütün bucaqlar 60 dərəcədir. Yazıram bura 60, burada 60, burada 60 yazıram. Avtomatik bura olacaq 30 dərəcə. Bir də baxın tez hərfləri yazın bura. Burada yazaq A, burada yazaq A, burada yazaq A. Niyə deyirəm yazın? Çünki onda tez görəcəksiniz. Baxın, burada görürsünüzmü? Bir dənə bərabər yanlı üçbucaq yarandı. Niyə? Tərəfləri A-A'dır. Oturacağına bitişik bucaqlarda bir-birinə bərabərdir axı. Məsələn, təpə bucağı 30 dərəcədirsə, oturacağına bitişiklər 180-dən 30-unu çıxacağıq, böləcəyik 2-yə. 75. Deməli, bura oldu 75, burada 75. Yəni B variantı. Keçək ikinciyə. Sinifdə 36 şagird var. Bu şagirdlər Almanca və ya Rusca bilir. 22 nəfər Almanca, 19 nəfər Rusca bildiyi məlumdursa, sinifdə neçə nəfər yalnız Rusca bilir? Əslində bu rahat bir şeydir. Bu Venn diaqramı çəkək. Venn diaqramı. Baxın. Bir dənə Venn diaqramı çəkəcəm. Almanca, burada yazaq Rusca. Sinifdə 36 şagird var. Bu şagirdlər Almanca və ya Rusca bilir. 22 nəfər Almanca, 19 nəfər Rusca. Mən 22 ilə 19-u toplayıram. Görürəm eləyir 41. Amma bizim sinifdə 41 şagirdimiz yoxdur axı. Deməli, həm Almanca, həm də Rusca bilən şagird var bunların içində. 41-dən 36-nı çıxırıq 5 nəfər. 5 nəfər hər iki dili bilir. Buraya yazdım 5. Məni bilmirdi ki, 22 nəfər Almanca bilir. 22-dən 5-ini çıxıram. Buraya yazıram 17. Bu nə deməli? Yəni 17 nəfər yalnız Alman dilini bilir. 5 nəfər həm Almanı bilir, həm Rus'u bilir. Gedək eyni şeyi Ruslarla eləyək. 19-dan 5 çıxaq 14. Deməli 14 nəfər həm Rus dilini bilir, həm Alman dilini bilir. Yox, daha doğrusu ancaq Rus dilini bilir. Həm Rus, həm Almanı 5 nəfər bilir. Yəni bizdən də soruşur neçə nəfər yalnız Rusça bilir? 14 nəfər. Neçə nəfər yalnız Almanca bilir desə 17 nəfər. Desə ki, neçə nəfər yalnız bir dili bilir? Yalnız bir dili bilən neçə nəfər var? 17 üstəgəl 14 nəfər var. O da eləyir 31 nəfər. Yalnız bir dili sorsaydı, amma bizdən tək Rusu soruşmuşdu. Sonra baxaq 13-ə. Musiqi qrupunda qarmon və nağara ifaçıları var. Bu qrupun 70% qarmon, 40% nağara ifadə edir.
İfa edir. İfadə nə edir? İfa edir. Deməli, burada biz bilirsiniz nə edəcəyik? Nə yapacağıq? Deyim sizə. 70 ilə 40-ı toplayıram. Bir şey tam olaraq 100%. Amma mən hesabladım ki, 110% aldım axı. Deməli, 110-dan çıxacam 100-ünü eləyəcək 10%. Qrupda 40 nəfər hər iki musiqi alətində ifa edə bilirsə, yalnız qarmon ifaçılarının sayını tapın. Deməli, 10% 40 olan ədəd. Çünki mən bilirəm ki, 10% həm qarmon çalır, həm nağara çalır. 10% 40 olan ədəddə tapanda uşaqlar. Deməli, 40-ı bölürsünüz 10-a, vurursunuz 100-ə. Yəni 40 ilə 10-u da vura bilərdiniz. Cavab elədi 400. Deməli 400 nəfər var ki, qarmon və nağara çalır. Mənə deyir ki, yalnız qarmon ifaçılarının sayını tapın. Yalnız qarmon. İndi gəlin Venn diaqramımızı çəkək. Qarmon, nağara. 10% həm qarmon çalır, həm nağara. 400-ün 10%, 410-a bölsəz 40 nəfər həm qarmon, həm nağara çalır. Sonra 400-ün gəlin tapaq 70%-ni. 400-ü vurursunuz 70-ə, bölürsünüz 100-ə. 280 nəfər qarmon çalır. Əgər bunun 40-ı həm qarmon, həm nağaradırsa, onda bura yazırıq 240. Çünki 240 üstəgəl 40 toplamda 280 elər. Sonra 400 nəfərin gəlin tapaq 40%-ni görək nağaranın neçə nəfər çalır? 160. Bunun 40-ı bura düşürsə, burada 120 düşür. Mənə deyir yalnız qarmon. Yalnız qarmon 240 nəfərdir. Yalnız nağara desəydi 120. Yalnız bir musiqi aləti desə, yalnızları toplayırsınız. Belə yadınıza saxlayın. 240 üstəgəl 120 olardı. Amma bizdən soruşur yalnız qarmon, deməli 240 nəfəri götürəcəyik B variantı. Sonra 14-cü sualımız qəşəng sualdır. 14-cü sualımızda modul ifadənin cəmi bizə verir kiçikdir, bərabərdir 0. Özünü öldürsən də heç vaxt modul ifadənin cəmi 0-dan kiçik ola bilməz. Onda biz nə edəcəyik? Deməli, hər birini ayrılıqda 0-a bərabər eləməliyik. 4x minus y-i bir dəfə 0-a bərabər edirsiniz. Bir dəfə 4x minus 8-i 0-a bərabər edirsiniz. Buradan da alıram 4x bərabərdir 8-ə, x bərabərdir 2-ə. Sonra x-i 2 tapdım. Gətirək bura qoyaq. 8 çıx y bərabərdir 0-a. Deməli, y-imiz də 8 imiş. Və salam, C variantı. 15-ci suala baxaq. 15-də deyir ki, kəsridir 2n üstəgəl 5-də 3n plus 4 kəsr olarsa, düzgün olmayan kəsr olarsa, n-in ala biləcəyi ən kiçik qiyməti tapın. Deməli, düzgün olmayan kəsirdirsə, əgər, deməli, sürət məxrəcdən böyükdür, bərabərdir. Və salam. Keçirdik 3n-dən 2n-i çıxdıq. N böyükdür, bərabərdir 1-dən. N-in də alacağı ən kiçik qiymət, yəni biz aldıq ki, 1-dən sonsuzluğa qədər gedir. Ən kiçik qiymət 1-dir. Sonra 16. 1-dən 120-yə qədər ədədlərin hasili neçə sıfırla bitir? Və yaxud da ki, bunu belə də yazırlar uşaqlar. Deyirlər ki, məsələn, 120 faktorial. 1-dən 120-yə qədər ədədlərin hasili nədir? Yəni, 120 faktorial deməkdir. 120 faktorial neçə sıfırla bitir? 120-ni bizə sıfırların sayını tapmaq üçün 5-lər lazımdır. 2-lərdən doludur. 1-dən 120-yə qədər ədədlərin hasilində o qədər 2 var ki, amma 5 elə də deyil. Yəni 2-dən 1 komaz. Gəlin 5-ə bölək. Buna Legendre, əslində bu Legendre teoremindən irəli gəlir. 120-ni 5-ə bölürsünüz 24. Qalıq bizə maraqlı deyil ha uşaqlar. 24-ü 5-ə bölürsünüz 4. Da bundan sonra bölə bilmirəm. Yəni qalıq bizə maraqlı deyil. Aldığım nəticələr 24 üstəgəl 4. Deməli 28 dənə sıfırla bitər. B variantı. 17-yə baxaq. 17-nin dən qaşaq yolunu deyəcəm sizə. Qaşaq. Bəli. Burada belə bir şey yazır. Yadınızda saxlayın, hər bir ədədi 4 dəfədən biri öz-özünə vuranda 4 dəfədən biri. Rəqəmlər təkrarlanır. Məsələn, baxın, 2 vur 2 vur 2. Görürsünüz mü, 6 ilə qutardı.
İstəyirsiniz 4 dəfə də vuraq. Məsələn, baxın, 2 vur 2 vur 2 vur 2 yazmışdıq elə. Bir dəfə də yazaq 4-lü. 2 vur 2 vur 2 vur 2. 256. Gördünüzmü? Yenə 6 ilə bitir. Hər 4 dəfədən bir eyni rəqəmlə bitir. Burada 49-u 4-ə bölün, qalıqla işləyin. 49-u 4-ə bölsəz qalıq 1. Sonuncu rəqəminiz də qalıq. Yəni son rəqəmin qüvvətində qalıq yazılır. 7 üstü 1. Qalıq 1 idi axı. Sonra 57-ni 4-ə bölsəz 57 böl 4. Qalıq 1-dir. Deməli 3 üstü 1. 7 üstü 1 7, 3 üstü 1 3, toplayırsan 10. Deməli bu cəmin sonu 0-la bitər. İndi sual verəcəksiniz ki, Arzu müəllimə, bəs yaxşı, əgər məsələn qalıq qalmadı, tam olsaydı məsələn, belə deyək də uşaqlar, sizdə belə bir sual yarana bilər ki, ola bilər 1489 üstü 36. Tam bölünürək 36 4-ə. Əgər tam bölünürsə, həmin sonuncu rəqəmi 4 dəfə öz-özünə vurun, cavabı tapacaqsınız. Qurtardı, getdi. Qalıq yoxdursa, sonuncu rəqəmi 4 dəfə öz-özünə vurun, son rəqəmin hansı ədədlə bitdiyini tapacaqsınız. Sonra baxaq nəyə? 18-ə. Deyir ki, x-in neçə tam qiymətində ifadəsi tamdır. Uşaqlar, bunu parça-parça yazaq. 4x böl x. Çıx 36 böl x. Bunlar getdi. Bunu götürdük, qoyduq qırağa. Deməli, 4 minus 36 böl x. Tam ədəddir deyil. Deməli, 36-nın tam bölənlərinin sayını tapacağıq. Yəni, fərqi yoxdur da. Bəzən elə olur ki, deyir ki, natural ədəd alınsın. Onda amma diqqətli olursunuz. Çünki 4-dən çıxanda elə bir ədədlər çıxmalısınız ki, natural alınsın. Amma mənə natural deməyib ki, tam deyibdir. 36-nın tam bölənləri sayı. 36-nı yazaq 2-nin kvadratı vur 3-ün kvadratı kimi. Natural bölənlərin sayı düsturu A plus 1, B plus 1, C plus 1 gedir. 3 vur 3, 9 dənə natural böləni var. Tam bölən dediyinə görə 9 vur 2, 18 dənə tam böləni var. 18 tam böləni var. Və salam. Cavab oldu 18. Baxaq 19-cu sualımıza. 735 ədədinə hansı ədəd əlavə etmək lazımdır ki, alınan ədəd 3, 5, 6, 18-ə bölünsün? Deməli, gözəl insanlar. Belə bir şey yazaq. Gəlin birinci əkob tapaq. Yəni, həm 3-ə, həm 5-ə, həm 6-ya, həm 18-ə bölünən ədəd. 3, 5, 6 və 18-ə bölünən ədəd səhv etmirəmsə 90 olmalıdır. 90, bəli. Başqa bir şey yoxdur burada. 90. Amma deyir 735. 735-in üstü biz elə bir ədəd gəlməliyik ki, o 90-ın misilləri olsun. Ədədə hansı ədədə əlavə etmək lazımdır ki, hansı? 735 üstə gələk. X 90-ın neçə mislini? 4 mislini götürsək olmaz. 5, 6, 7 mislini yox, 8 mislini, 9 mislini götürək. 810. Hansı əslində orada şərtdə ən kiçik ədədi yazsaydıq daha yaxşı olardı, mən elə gəlir. Görüm, haradasa səslə eləməmsəmsə düz eləmişəm onda. 810 çıx 735. 5, ondan 3 çıxanda 7, amma haradasa səhv elədim uşaqlar. Bircə saniyə tapacam. Bir saniyə tapacam. Elə mən bilsiz harada səhv eləmişəm, əkobda səhv eləmişəm. Vay. Əkobda səhv eləmişəm. Deyirəm də, nədən səhv gözümdən qaçdı uşaqlar. Əkob. Gecə saat neçədir? 2 düşdü. Ola bilsin ki, aha. Belə burada səhv eləmişəm də. 3, 5, 6, 18-in əkobunu tapmalıyıq. Onu düz tapmadım da. 90 deyil axı. Bunların əkobu 120 olmalıdır. Əslində mən düz getmişəm. Düz getmişəm. 90-dır. Burada səhv götürdüblər. 18 yox, 8 olmalıydı burada. 8 yazılmalıydı. Baxın bu istəyim. 90. Deməli, əgər 3, 5, 6, 8 olsaydı, 18 olsaydı mən deyən idi. Deməli, 735 deyirəm də, haradasa səhv eləyir. Amma mənim səhvim deyildi. Burada 8 yerinə 18 yazılıb.
735 üstəgəl x bərabərdir. Məsələn, bunun 9 mislini tapardıq 810. 810-dan 735 çıxardıq. Amma burada 18 yox, 8 olmalıdır. Və biz, əgər bu biri silsək, əkop 3, 5, 6, 8-in əkobunu tapacağıq. 3, 5, 6-nın əkobu bizə nə verəcək? 3, 5, 6, 8. Bizə verəcək 120. Deməli, 735-in üzərinə 120-nin misillərini, amma burada ən kiçik şərti qoymalıydı. Hansı ən kiçiyə də əlavə etmək lazımdır ki, həm 3-ə, həm 5-ə, həm 6-ya, həm 8-ə bölünsün. Ən kiçik sözü yazılsa daha doğru olar. 120-nin hansı mislini götürək? 6, 7 mislini götürək. 840. Deməli, x bərabərdir 840 çıx 735. X də bərabərdir 105-ə. Bax, indi düz alındı. Çünki burada 18 yox, 8 yazılmalıydı. Yoxsa belə mən düz eləmişdim. Deyir ki, 12 sıfırsız ədədi natural bölünən sayı 70 olarsa, sıfırların sayını tapın deyir. Mən 12-ni yazıram. 2-nin kvadratı vur 3, amma sıfırları bilmirəm. Sıfırı yazıram 2 üstü n, 5 üstü n. Natural bölənlərin sayı düsturuna görə 200 baxın, biraz sadələşdirək, 2 plus n. Yadınızda saxlayın, sadələşdirilməmiş natural böləni tapmayın. Məsələn, uşaqlar nə saçdırır? 2 üstü 2, vuraq 2 üstü 3, vuraq 3 üstü 5. Deyirsən ki, natural bölənlərin sayı neçədir? Deyir 3 vur 4, vur 6. Amma elə deyil. Siz gələk 2 üstü 2, vuraq 2 üstü 3-ü sadələşdirəsiniz, 2 üstü 5 eləyək. Vuraq 3 üstü 5. Baxın, bundan sonra gedin natural böləni tapın. Bu da onun kimi mən sadələşdirirəm. Sonra gedib natural böləni tapacağam. Deməli, natural bölənlərin sayına görə üstə 1 gəlirdik. 2 üstəgəl n üstəgəl 1 vurulsun. Bunun üstü 1-dir də. 1 plus 1 vurulsun n plus 1 bərabərdir 70-ə. Buradan alırıq ki, 3 üstəgəl n vuraq n plus 1 70-i 2-yə bölürük. 35. Biz burada açıb hesablamadan da seçmə üsulu ilə biz n-ə 4 deyə bilərik. N 4-dür. Mənə deyir ki, sıfırların sayını tap. N 4 isə gətirək bura yazaq. 2 üstə 4 gəlir. 2 üstə 6 vuraq 3 üstü 1 vuraq 4. Əgər sıfırların sayını tapmaq istəyirsinizsə, 2-lərin də sayı eyni olmalıdır. Ondan sonra 5-lərin də sayı eyni olmalıdır. 2 üstü 6 nə olsun? 2 üstü 6-dır. Bizim 4 dənə 5-imiz var. Deməli, 2 üstü 4 vuraq 5 üstü 4-dən ancaq biz 0 yarada bilərik də. O da eləyər 10 üstü 4. Deməli, bizdən soruşur ki, sıfırların sayını tap. Biz neçə tapdıq burada sıfırların sayını? 4 dənə. Bu 24 cavabı varmı? A variantı 4. Baxın, bura qaçıb. A variantı 4 oldu. Bura qədər dəyərli şagirdlər, sizə bir dənə də faiz görünmə məsələsi tapsaydım izah eləyərdim. Amma növbəti sınaqlarda izah eləyəcəm. Kanalımıza abunə olmağı, videomuzu paylaşmağı unutmayın. Sınaqlar qrupumuza qoşulmaq istəyirsinizsə, əlaqə nömrəmiz buradadır. 641 88 34. Bütün sınaqlarımızın izahı olacaq və OTK ilə paralel gedirik. Ayda 20 ədəd sınaq əldə edirsiniz. İzahlarla birgə 9-cu siniflər ayrı, 11-lər ayrı və 10-11 belə deyək də. Hər sinif üçün var. Buyurub qoşula bilərsiniz. Sadəcə 10 AZN ödənişdir. Bütün sınaqlarımızın da izahı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqlı olun.